Daxili İşlər Nazirliyi Qırmızı Körpü keçid məntəqəsi vasitəsilə Gürsana gətirilən 250 kiloqram heroini ələ keçirib. Əməliyyat zamanı 2 Gürcü vətəndaşı saxlanılıb. Narkotik vasitələrin Qarabazardakı dəyəri təxminən 80 milyonları təşkil edir. Saxlanılan şəxslərin hər ikisi əvvəllər narkotik vasitələrin satışına görə məhkum olunub. Onlara böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, ölkəyə gətirilməsi və çıxarılması maddələri üzrə ittiham irəli sürülüb. Aparılan əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, heroin ölkəyə yük avtomobillə gətirilibdir. Yük maşını gömrük sərhədində nəm salfetlərlə yüklənilmiş kimi göstərilib və qonşu ölkədən Qırmızı Körpü gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olub. Narkotik vasitə Batum gömrük keçid məntəqəsində yük maşınına baxış zamanı aşkar edilib. Qutularda salfetlər əvəzinə heroin xüsusi şəkildə qablaşdırılıbdır. Bundan əlavə, istintaq tədbirlər çərçivəsində saxlanılan şəxslərdən birinin yaşayış yerinə baxış zamanı heroin aşkarlanıb. Törədilmiş cinayətə görə təqsirləndirilən şəxsləri 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası gözləyir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır.